Xudaya and verir, ama amdillah'a kanun merize kızına, gözler yollarda kalan balasına. Elə şübhaçıdan da gəlib əyləşərdi qapının qabağında. Əyləşər şübhə qabağında. Bir balaca beşik qoyardı yerə, səslənərdi layla, gilasmıyan qardaşım layla. Muntəzir olardı cümmatan enzan Allah, qardaşlarım atan gələsən, Allah əkbər atan gələsən. Cümmatan xanın məraminə yetişə bilməzdi, məqsədə çata bilməzdi, götürərdi o balaca qavarəni, gələrdi mənzilinə, o qədər ağlardı ta xanım yorğun olub yatardı. Xanımın bu sələməni tarif edir, bir gece bidar oldum. Gördüm Allah o mərida bana bəstlərində yoxdur. Asıl o kız o kadar mərizeydi, özü təhcülə edə bilməzdi. Xanım Ümmü Sələmə yaşardı, qolundan girərdi qoltuqlarına, o xanımı hər yerə istəyib aparardı. Xanım bəhşət elədi, hər axşam oldu. Allah naxoşuma nə gəldi, Allah balama nə gəldi, Allah əzizim harda qaldı. Xanımın bu sələmə durdu, otaqları yaxdardı, gördü o qızdan əsər yoxdur. Amma gördü bir otaqdan həzin nalə gəlir, oxşamar səsi gəlir. O otaq məxsus idi ağa Əli Əkbərə, Əli Əkbər Mədinədən çıxanda, xanın sonra gətirdi o qapıya bir quflu bildir. Əhd elədi Əli sən gəlində bu qapını açmaram qardaş. Dedi Əli, ay Əli, Mədinə qızlarını qoymaram ki gül sasalar. Gəlib gedib dədəm oldu, çay atağım yasalar qardaş. Hanımın bu Səlməm yaxınlaşdı həmin otağa, gördü qapının qufri açıqdır, varid oldu, gördü xanım sonra əyləşib Əli Əkbər otağında, amma əsgəri deyib oxşayır, əsgəri deyib var. Torən qolları saldı boynuna, qızım niyə ürəyimi yandırırsan bana, bana niyə yanıqlı yanıqlı sözdüyü bağırırsan bana, ərdilədim dəl, bu gecə qardaşlarımı yuxuda gördüm. Gördüm babam Hüseyin qanə qəlb olur. Gördüm babam bir qanlı dəryada ələ yazılır, əlindən tutanı yoxdur. Gördüm qardaşım Əkbər bir ağ kəbən salıb boynuna, amma ağ kəbəni boyan qırmızı qana. Rubabın naləsi qozanır, əllər döləm falan dayda. Durdu kızım ağlama, yuxudur da. Yuxudur. Valla o yuxunu mən də bu şeycə görmüşəm. İki bir kəsrədilə səsi ağladılar. Xudaya səni adlı verilmiş o iki bir kəslərin şəbanə nanələrinə, gecədəki oxşamaqlıqlarla tamam mərizay muslimin, məxsusən mərid və ya mərizə-i mənzur, mərizə-i mədd-nəzər ağalar əmr elədilər bir cümlədə onlar üçün dua edəyəm. Xudaya hər nə havaiz-i şər'iyyələri var, o iki bir kəslərin xatirinə Xudaya havaiz-i şər'iyyələrin rəva ilə.